Ne oldu? Niye geçti üstüme böyle? Daha ne oldu? Bütün kayfını öldürdüler var yok nelerine. Azerbaycan. Bu nedir? Canlıdır bu. Abi ben ölsem ne olacak? 50,000 it's small for me. Ölmeydi kırıldamak nedir? Attılar mı bu yolun ortasında? Hakuna Matata. An opportunity to break forward here. Havada Hakuna Matata var. Hakuna Matata var havada. Welcome to Antica. Yes, havada Zanzibar'dayız. Millet. Welcome to Africa. Okay millet, şimdi mən istədiyim əsas məkana gəlib çatmışam. Zanzibardayam. Belə çox istədiyim əsas yerdəyəm. Çıxan kimi böyük birinci hava limanı çox kiçikdir. Gələn axına görə ümumiyyətlə belə yeri dibli kiçikdir. Çox ona görə adam var, amma hava limanı kiçik nəticədə. Çıxan kimi taksilər adamın üstünə cumurlar, qiymətdə təbii ki atmağa çalışırlar. Hər biri məmnun bir tərəfə getmək istəyirəm. Bunlar hamısı mənə $50 qiymət deyiblər. İnternetdə baxdım, bunun ortalama qiyməti taksi ilə $25-dır. Burada deyirlər yerli minibüs var, adı Daladaladır. Bilməm, onu axtaracam. Onsa qiyməti $2-dır. İnternetdə belə deyilməsinə baxmayaraq, qardaş dedi ki, deməli, taksi ilə $60-65 gedəsən, bu səndən 1 saat 10 dəqiqə, 1 saat yarım götürə alacağı vaxt. Amma Daladala ilə getsəm 2 avtobus dəyişmə olacam və bu mənim 2 saatımı aparacaq. Bilmirəm, indi fikirləşirəm 2 saatlıq yol gedim, yoxsa taksi ilə 1 saat 10 dəqiqə gedim. Okey, gəldi yaxınlaşdı ki, daha ucuz varianta gedə bilərik. Təklif elədim ki, $25 vermirəm dedim və gedirəm Daladala tərəfə. Qabaqda Daladalalar bunların yerli avtobuslarıdır. 2 saat vaxtım alacaq, amma daha sərfəli variantla gedirəm. Niyə mən əlavə pul xərcləməliyəm deyə düşünürəm. Qardaş düşdü dalımca gəldi, axırı $30 razılaşdıq, gedirəm. $30 okeydir, $5 olsa internetə deyiləndən $5 artıq olmasın, biz yəni yoxdur. Amma bir də var ki, hamısı $50, $65 deyirdilər. İndi bilmirəm də bu hara qədər aparacaq, bu da bəlkə soğacaq yolun yarısında mənə düşürdəcək. Amma inşallah elə olmaz, gedib elə lazımı yerə çataram. Deyirəm, sonra deyirsiniz ki, manat ölüb. Manat ölməyib, bundan pulu yeri-dibli ölüb. Tanzaniya şilingi $1 nisbətində 245, 2000, deyəm bir dənə də baxım deyirəm. Deyirəm ki, deyirsiniz ki, manat ölüb falan filan dollar nisbətdə. Təsəvvür edin, Tanzaniya şilingi $1 nisbətdə 2485 şiling eləyir. O çox ucuzdur da, həddindən artıq. Düzdür, burada 90% dollar işləyir, hər şey dollarla həll edirlər, amma yenə də öz pulları yəni bu qədər dəyərsizdir. Listen. Make your body bend. Adama nəfəs almağa imkan vermirlər. Gələndən cumdular üstümə. Biri qolbaq satır, biri rəsm əsəri satır, biri nə satır, biri tur satır. Hər şey satırlar. Üstünə hələ bir gəlib başqa şey də satır, ot da satırlar adama. Hi. Yes, it's good. I am just looking. Sorry. I am taking video. Sorry. I will come. Okay? Yes. Okay. Əl çəkmirlər, belə mıxlanı diriyirlər. Çox qəşəngdir amma qoymadılar bu kayfını tutumu. Girən kimi hücum elədilər üstümə. Ota qədər satırlar da yəni. Nə istəyirsən satırlar. Bax belə masa evində geyiniblər. Gəzlər. Hi, Hakuna Matata. Hakuna Matata, where you from? Azerbaijan. Yeah. What? Where you from? You don't know. Azerbaijan. Jumbo. Jumbo. Bax indi gələcəm bunların üstünə. Hamısı hücum eləyəcəklər üstümə ki, bir sözlə nəsə sata bilsinlər. 90%-ə mən belə başa düşdüm ki, ot satır. Çox üzr istəyirəm. Burada yəni ki, bir şey fikirləşərəm qoymağa, yəni hər şeydən zaten belə şeylər satırlar. Narkotik bir sözlə satırlar. Soruşdum legaldır ki burada. Dedi legaldır. Əslində mən bilirəm burada legal deyil, amma
mən Şri Lankada olanda orada da legal olmadığı halda rahat satılırdı, rahat alınırdı, rahat çəkilirdi. Düşünürəm ki, burada da belədir. Bir dənə də şey deyim, məsəl üçün Hind okeanı burada çoxlu belə otlar, mamırlar da çoxdur. Buna bütün su mamırdan ibarətdir. Biraz bu bəyənilməyəndir. Amma gözəlliyi bu qayalıqlar çox qəşəngdir. Yəni buralıq çox qəşəngdir. Hə, bunlar giydirmə masaya qəbilələrdir, biləsiniz. Bunlar bu geyimlər sırf şouna məşğuldular, sırf ona buna patxod eləməklə məşğuldular. Şəkil çəkdirəsən, video çəkdirəsən və səndən pul qopartsınlar. Bunların işi gücü bundan ibarətdir. Gedim bəlkə əynimi dəyişim, gəlim biraz suda dincəlim. Bilmirəm. Düşünürəm bu arada. Rahat bir geyim geyinib gəlim gərək. Çünki belə alınmaz. Şortiklə köynə nə ilə gəlmişəm, elə oynandı gəlmişəm, çıxmışam sahilə baxım görüm nə var nə. Hə, bundan da turlarla bağlı qiymətləri aldım. Ortalama deyim ki, 30 dollardan ucuz bir şey tapa bilmərsiniz. 80 dollardan da bahalı bir şey yox idi. Maksimumu 80 dollar idi. Bundan kənarda nə deyəcəkdim Allah? Yağış yağır. Xırda-xırda atır yağış. Hava gözəldir, okeanda çimən var, amma paralelində də yağış yağır gənclər. Mikrofon yoxdur, biraz yaxın danışara bildirmək istəyirəm. Piva aldım, Kilimanjaro, ən yaxşısı budur, 4 dollar, 11.000 şiling, Tanzaniya şilingi. İçəyə baxa görə necədir? Birinci günümdə hələ ki dincəlmək istəyirəm, sabah nəsə planlar quracam. Millət, gəlmişəm yeməyə, yorğun idim, getdim yatdım, təzə durmuşam, durdum acından ölürəm. Gəldim elə birbaşa sahilə, belə bir gün batımı ilə bərabər Hind okean sahilində. Yemək demişəm, traditional, milli bir şey dedim, bilmirəm nə gətirəcəklər. Gətirsinlər, yeyim dadına baxım, şəklini, vidini, fasonunu da sizlə bölüşərəm. Yuxulayam hələ ki, birazdan ayılım, davam eləyir rahat. Yüzüm play basma yadımdan çıxıb o qadarcıq. Baxın uşaqlar. Dadlıdır. Boş verin. Yanında birinci qərbə gələn nə oldu? Bəkdir və saqqız kimini. Çeynə qutarmaq bilmir. Amma çox dadlıdır. Deməli millət, çıxardıq, gedirik, yola düşürük. Delfinlərlə içməyə gedəcəyik. Gəminin o şeyini salmışdık içəri, çıxartsın. Saxlamaq üçün olan o, bilməm nə edirlər ona. Onu atıb, indi onu çıxardıq və çıxartdı. Biz nə edirik? Gedirik. Görüşək. Götürməmişəm, gün gözümü deşir, amma okey. Gözəldir. Nə gedirik? Sol kolumun bütün gücü qutarıb tutmaqdan. Böyük dalğalar əməlli başlı tullana gedirik. Millət, Hind okeanının ortasındayım, delfinlərə baxmağa gəlmişik və birini gördüm.
Çok qəşəngdir, çox həddindən artıq. İndi sizə gözlə. Ooo! Bilmirəm, buradan görsəm oyda. Okay, wait. Don't worry, wait. Boğulurdum az qala, burnuma hava getdi. Mənim başıma yeni uyğun değildi. Oyuna tullanıb suya hazır oldu. Və dalğalar çox böyük, çox çətindir. Gəmiyə zorlan. Hər kəsin bir cürə üzmə forması var. Məndə də belədir ki, öyrəşmişəm əvvəldən vərdiş eləyim. Burnumla havanı alıram, ağzımla suyun altında buraxıram. Amma təsəvvür edin, bu ağzında, bu da burnumda test eləmək istədim. Bura yeri deyilmiş. Tullandım suya, nə ağzımdan havanı çıxardıb verə bilirəm. Və burnumdan ürəyim pıxtığı suyun içərisində delfinləri görə bilmədən çıxdım. Boğulurdum həqiqətən. Amma bir təhər çıxdım, artıq aşkini eynəyə çıxardım. Təhər üzrə gəldim, dostların yanına çıxdım. Amma hal-hazırda yenə girmək istəyirəm, test eləmək istəyirəm. Bəlkə bu dəfə alındırdım. Şeyi çıxartmışam, bu xorsumu çıxartdım ki, xorsumdan çox çəkləndim. Heç olmasa bəlkə ağzımla nəfəsi alıb verə bilərəm. Test eləyəcəm bir dənə də. Belə meyvələr dedim, qarpızdır, banandır, ananas doğrayıblar. Bir də basıb yeyəcək. Bu da bizim abedimiz. Burada dənizdə, okeanın ortasında abed. Hal-hazırda dalğalar çox böyüyüb, yəni yavaş-yavaş gedirik. Həddindən artıq böyüdüm. Mən buradan hiss olunmur. Gəmini oynadır. Bilmirlər, yavaş-yavaş gedirik. Gah sağ eləyir, gah sol eləyir. Dalğaların üstündə oynayır o yan bir yana ki, bir təhər çıxış yolu tapsın, amma dalğalar çox böyüdür. Hə, bundan böyükləri də var. Deyirlər ki, onlar 120 yaşındadır. Yəni bunun 45 yaşda və boyda olmasına baxmayaraq bu cavan sayılır. Hətta sən indi bunların böyüyünü gör nə boydadır da indi. Okey dostlar, indi bu biri tərəfinə keçdim. 3 hissədən ibarətdir. Birinci hissəni yola verdik. Gəldik indi ən sonuncu hissədəyik. Mən bunları yedizdirməyə 40 dollar pul vermişəm, təsəvvür eləyin. Otelimdən 10 dəqiqəlik yoldadır. Okey, gözəldir, amma su çox çiklidir həddindən artıq. Yəni ki, bunlar buranı batırırlar, eləyirlər. Biz də bura giririk, bunları yedizdir. Hələ pul da veririk ki, bunların batırdığı yerə girək. Bunlar balacalardır. Böyüklər o tərəfdə qaldı. Böyükləri də sizə göstərdim, izah elədim zaten. O, nə oldu? Niyə gəlsin üstümə belə? Gələ. Şu yiyin mənim şohbana bağlam, yiyin. Mən olmasam siz nə ararsınız? Deşiyi görürsünüz də, bu deşiyə. Onda da böyle qəribə yeriyən bir dənə şey var. Tüm Hind Okean sahillərində ondan var. Yan yer, əqrəbə oxşuyur. Bax, bu deşiklərin hamısı onlar girir. Yox, burada deşik deyil. Onlar deşiklərə girirlər, qumun altına qalırlar. Sonra çıxılır, qumla eyni rəngdədirlər, hiss olunmurlar. Küçə yeməkləridir. Bilməm, nəsə belə bir sos var. Kartoflu tökür ora. Paylaqa kimi bir şeydir, onsuz da töktü kartofu. Kartofu da böyle hiç kızartmıyor. Okey'nin yerinde tuzunu töktü. Burada nəsə toyuq qanadı falan var. Burada o bu nedir? Mesela burada da et var. İşte ürək açan değil tabii ki, ama var da yani bu şey. Bunlar nəsə tradisiyon belediğinde milli nəsə yeməklərdir, küçələrdə çox satılır bunlar. Ama ne olduğunu bilmirəm. Bu da həmçinin. Hər yerdə bundan var. Və futbola çox böyük maraqla baxırlar. Bax, qarpızı belə dilimləyib satırlar. Ananas. Bananlar boluna.
Pomidor, biber falan. Xala da oturub orada. Tanzaniya harayla oynayır bilmirəm. Mən bilənlər bilir ki, mən futbola baxan deyiləm, amma gəldim ki, bunlarla bərabər bir futbol izləmiş olum. Bir dənə pivə içim. Özümə də maraqlıdır. Bundan futbolda yaşadığı baba. Ona görə oturmuşam bunların belə bir maraqlı barında. Doludur içəri. Zənzibarlarla bir dənə xarici vətəndaş mənəm. Təsəvvür edin. Gələ vurdun ha. Ağ da girdi. Ağ girməməli idi. Bu cüzür hələ ki nəticə etibarından, amma bu qaranı ilə sala bilməyim. Aha. Aa! Girmədi. Məni utsa mən buna 1000 shilling verməliyəm. Yes. Amma elə güclü də oynamır. Mən bərbad oynayam, bu mənə uda bilmir. Okay. Oh my god. No. Daha hal-hazırda mən bu gün ərzində yerli cəmaatdan 2 nəfəri sigaret çəkən görmüşəm. Elə bil burada heç kim sigaret çəkmir. Bilmirəm bu reallıqdır, nədir, nə deyil. Amma mən burada kimin sigaret çəkdiyini görməmişəm. Deməli, dəniz, bayaqlarım, baxın. Bu hələ də yaşlı buralıq. Haradasa təqribi olaraq buradaydı. Getdik Hind okeanının bu sahillərdə adətidir. Çəkilir, gəlir. Bax, görün nə qədər məsafə çəkilib dala. O, bu nədir? Heyvana bax. Baxın. Mən ona toxunmaq olar, olmaz. O, canlıdır bu. Baba tərpənir. Görməmişdim onu heyvan kimi. İşte dənizə gedən yoldur baba. Yəni hansı tindən düşürsən düş. Əgər otelin birbaşa dənizə çıxmırsa, sən yəni zibillikdən keçəsən. Hələ bir tin o tərəfə o iydən getmək olmur da. Zibillər bir yana, bir də iy var həm də. Hər yer bu gündədir. Yəni bir dənə dəniz sahili çimərlikləri siz təmiz və səliqəli görə bilərsiniz. Qalan hansı hissəyə gedirsiniz, gedin. Eyni mənzərədir. Deməli, ilk öncə onu deyim ki, Hind okeanının sürətli çəkilmələri olur. Məsəl üçün, su bugün buradaydı səhər. 15 dəqiqənin içərisində yox oldu, getdi orada indi. Birazdan onlar olduğu yerə qədər gələ bilər. Sonra təzədən çəkilə bilər. Yəni, bunun heç bir məlum vəziyyəti yoxdur ki, biləsən ki, nə vaxt harda olur. Tez-tez arxaya çəkilir və qabağa gəlir su. Bu da dəniz sahilində insanlar səhər idman edirlər. Və buludlara baxın, qara buludlara baxın. Bunlar hər an yağış çıxarda bilərlər. Okey millət, çantamı falan yığmışam, oteldən çıxıram. Çıxdım çölə, birinci özümə belə bir boyunbağı aldım. Yalan doğru dedi, şir dişindən də heç inanmıram, amma okey, mən aldım. Buna və bir dənə də soyuducu maqnit almışam. Bunun ikisinə bir yerdə 8000 şilling xərclədim. Və çıxmışkən gördüm bir Dodo var. Dodo bunların mototsiklına deyirlər. Ən ucuz nəqliyyat vasitəsi sayılır. Təhlükəlidir. Kaska falan heç nə taxmırlar. Amma okey də mənə sərfəli olması vacibdir bu dəqiqə. Soruşdum neçəyə? 7000 pul dedi Stontana. Mən də öyrənmişdim 2500 pulla gedə bilərəm avtobus dayanacağına. Oradan avtobusa minib 5000-ə zaten gedə bilirəm. Və bu da mənə 5000 qiymət dediyinə görə əlavə edilsə nə ehtiyac var? Yəni minirəm bunun təhlükəli mototsiklına. Gedirəm üzü. Ayo, okey. Let's go. Gedirəm də gün kimi Stontana. Oturdum. Gedirik. Çok kiçik yağış yağır. Xırda atır. Əladır, amma ümid eləyirəm ki bu güclənməz. Güclənsə işə zibildəyik. Yavaş ol, köpək ol, yavaş ol. Yağış get-gedə güclənir. Özüm də eynəyimi taxdım ki, küləyə gözümü teşir. Burada nə kaska taxırlar, nə də eynək. Amma yağış güclənir, ləzzət eləyir. Yəni bir biker olaraq məlum məsələdir. Məni tanıyanlar bilir, mən motosikl sürürəm. What you doing?
At the rain. Yağışa görə saxladım az. Yəqin fikirləşir yağış indi 2 dəqiqə kəsəcək. Hə, bir biker olaraq dinməsə ayıb çıxmasın. Mən harlı sürürəm deyənə. Bunun sürüşü mənə heç də həyecanlı deyil, təhlükəli deyil. Çox normaldır. Və sürət yoxdur, sürətə özünü öldürüb 40 var ya yoxdur. Və mototsiklin ağırlığı yoxdur deyənə heç bir təhlükəli şey də hiss eləmirəm döngələrdə. Sürə də bilir yəni, problem yoxdur. Təhlükəli bir şey görmədim bu şeydə, amma deyirlər, bütün vloglarda Dodo haqqında təhlükəlidir deyirlər. Təhlükəlidir o andakı, əgər siz hər hansısa bir qəza törənsə, ölüm ola bilər yəni. Başqa heç bir şey. Yəni ümumilikdə normal sürəcək adam bası kimi mənə çatdıracaqsa burada təhlükəli heç nə yoxdur. I will give you 5,000 shilling. It's okay? 5. 2 stone town. You understand? Okay, let's go. Niyəsə getmədi, bilmirəm. Məni bu bizə dəyişdi. Uzaq gəldi ona. Bunlar niyəsə mənə dəyişdilər. Mən belə başa düşdüm ki, bu yağış yağır və yağış yağandan sonra anladı ki, yol uzaq düşür buna. Bana verir. Məni bu bir motosikl ötürdü. Eyni qiymətə, bilmirəm, heç bəlkə də eyni qiymətə olacaq. Başı burası qabaqda gələcək, amma ümid edirəm eyni qiymətə olacaq hər şey. İndi bu da gəldi başqa Dodoların yanına. Bilmirəm, yenə bu da mənə kiməsə ötürmək istəyirsə, bilsəydim 2000 artıq şilingimi verib gedərdim, ya da avtobusa minərdim, amma okeydə görə qərarları nədir? Gözləyirəm. Nəsə danışırlar, başa düşün. Hakuna Matata. Hakuna Matata. What's the problem? Kask? Ha, okey. Kaska. Bax, şəhər dəyişirik deyənə kaska istəyirlər. Dostum mənimlə çoxlu söhbət eləyir. Belə şey olar. Gətirin də kaskamı dayı. Only for me or for you? Öz başa taxtı mənə vermədi. Cındıra bax. Ay be, mən ölsəm nə olacaq? Okay, let's go. Okay, let's go. Gedək, cəhənnəm olsun. Ölməkdir, xırıldamaq nədir? Da nə oldu? Bütün kayfını öldürdülər, var yox nə lənət. Başa düşmürəm, problem nədir? Bu da məni ötürdü qardaşa. What's your name? What's your name? What's your name? What's your name? What? Neyse, başa düşmədim adını. Okay. Just a moment. You will get me to Stone Town. 5,000 shilling. It's okay? Yeah, I said him it's fine. It was fine. How much you want? No. 5,000. Uca pulda problem yaradırlar. 50,000, it's more for me. Or get me any bus. I can go with bus. No, it's more. Do discount, please. No, it's more. Can you get me to bus? Okay, come on, it is. Where is the bus? Yes. It's going to Stone Town? Yes, down. Okay. Atdılar məni bu yolun ortasında. Canları sağ olsun, heç şey olmaz. Pulum qani eləmədi, amma cəhənnəm bura qədər də pulsuz gəlmiş oldum nəticədə. İndi buradan da avtobus gözləyəcəm. Avtobus gəlsin, minib cəhənnəm olub gedəcəm Stone Town-a. How much? 5. It's more. Can you do discount? But I am waiting for bus for is 2,500 if you can. Okay, let's go. Avtobusla razılaşdıq, təsadüfən özləri saxladılar. Bu avtobus deyil, minibus. Oturdum bunlarla gedirəm Stone Town-a. Təsadüfi, bax belə. Əladır. Bu səyahətin bu forması lap xoşuma gəlir. Belə yolda bir düşürdürüm indirir. Bildiyiniz bizim Bakıda mövcud olan manatlıq taksi rejimidir. Maraba bu da school bası, məktəb bası. Uşaqlar bununla məktəbə gedirlər. Thank you. Heç bir səsini də çıxartmadı. 3000 verdim. Görürsünüz. Yəni mən bu yolu 5000-ə gəlməyə planlayırdım. Təsadüfən gəldim 3000-ə çıxdım.
Tak что, qaqaş. Ürəkli olun. Hay, Cambo. Tak что ürəkli olun, qaqaş. Binanın gününüz var, anla bax. Nə günlədir bu bina? Ay, baxmırlar, baxmırlar. Və niyə fikirləşməyirlər, bu yolları kim qayıracaq? Şəhər məni heç çəkmir. Ona görə burada çox qalmağı da düşünmürəm. Bəlkə bir gün, bəlkə heç bir gün. Yəni, bəlkə də sabah çıxıb gedərəm. Hələlik.